Salam, xoş gördük sizi əziz müdavimlər. Bugün Məhəmməd Akif Ersoyun İstiqlal Marşının təhlilinə baxacağıq. Bilirik ki, bu İstiqlal Marşı əsəri, şeiri Türkiyənin dövlət himninin sözləridir. Əsərin müəllifi Məhəmməd Akif Ersoydur. Bu himnin musiqisinin müəllifi isə deməli Osman Zəki Üngördür. Üngör. Deməli, bizdə Azərbaycan dövlət himninin sözləri Əhməd Cavadındır, musiqisi Üzeyir Hacıbəyovun. Bu İstiqlal Marşı da Türkiyənin himnidir. Bunun da sözləri Məhəmməd Akif Ersoyundur, musiqisi Osman Zəki Üngöründür. Deməli, əsər, şeir 1921-ci ildə yazılıb, martın 12-sində. Martın 12-sində yazılıb. Deməli, Böyük Millət Məclisi tərəfindən dövlət himni kimi qəbul olunub. Əsər 10 bənddən ibarətdir. Türk xalqının azadlıq sevgisini, vətənpərvərliyini, inamını əks etdirir. Mövzu azadlıq və istiqlal sevgisidir, düşmənə qarşı əyilməz iradədir, imandır, ümiddir, milli birlikdir. Və şair göstərmək istəyir ki, əslində bir millət öz azadlığına, inancına, vətəninə sahib çıxdıqda o məğlub olmur. İstiqlal insanın və millətin ən böyük sərvətidir. Və bu əsər yalnız bir himn deyil, həm də Türkiyə xalqının istiqlal uğrunda mübarizəsinin və milli ruhunun bədii ifadəsidir. Deməli, əsər lirik növdə yazılıb, şeir vahidi bənddir, 10 bənddən ibarətdir. Son bənd xaric, digər bəndlər dörtlükdür. Deməli, bir dənə son bənd, 10-cu bənd, beşli şəklindədir. Qalan hamısı dörtlükdür. Müəllif şeirin özünü yoxa, Türk millətinə məxsus olduğunu söyləmiş, milli ruhu ifadə etdiyinə inanaraq əsəri Türk millətinə və ordusuna hədiyyə etmişdir. Bayaq da qeyd etmişdik, 1921-ci ildə yazılıb. Burada əsər lirik qəhrəman diləyi odur ki, vətəninə düşmən əli dəyməsin, vətəni müstəqil olsun. Əsərin ikinci və sonuncu bəndlərində, ikinci bir də sonuncu, yəni 10-cu bəndlərində bayrağı ey nazlı hilal deyə müraciət olunur. Deməli, harada? Bir ikincidə, bir də 10-cuda bayrağa nə deyirlər? Ey nazlı hilal. Bu əsərin deməli, həm Türkiyədə, həm də Azərbaycanda çox böyük, yəni sevə-sevə oxunan bir əsərdir. Bir şeirdir, deyərdik. Haqqıdır haqqa tapan millətimin istiqlal 2 dəfə təkrarlanır, ikinci və sonuncu bəndlərdə. Deməli, ikinci və sonuncu bənddə həm bayrağı ey nazlı hilal deyə müraciət edir, həm də haqqı tapan millətimin istiqlal da yenə ikinci və sonuncuda səslənir. Mədəniyyət tək dişi qalmış canavar kimi mənalandırır şair burada. Haqqın vəd etdiyi günlərin yaxında olduğu ifadə edilir. Deyir, dünyaları versələr də vətəni vermək olmaz, vətəni satmaq olmaz. Gəl indi şeirə baxaq. Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq. Sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim millətimindir ancaq. Bax, yenə dörtlü şəklində gördüyünüz kimi lirik növ. Qorxma deyir, sönməz deyir bu şəfəqlərdə süzən al bayraq deyir. Qorxmaq olmaz, qorxmayın. Və sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim deyir, millətimin ulduzudur, parlayacaq deyir. O mənimdir, o mənimdir, o mənim millətimindir ancaq. Çatma qurban olalım şöhrəni ey nazlı hilal. Bax, nazlı hilal bir 2-də görəcəyik, bir də 10-da. Hilal bayraq deməkdir. Qəhrəman xalqına bir gül, nə bu şiddət, nə cəlal. Sənə olmaz tökülən qanlarımız sonra halal. Haqqıdır haqqa tapan millətimin istiqlal. Yenə buna da 10-cuda da rast gələcəyik. Mən əzəldən bəri hür yaşadım, hür yaşarım. Yəni, mən əzəldən bəri deyir, azad yaşamışam. Və azad da yaşaram, yəni. Yəni, heç bir xalqın hökmü altında deyil, öz iradəsi ilə yaşamaq deməkdir. Hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram deyir. Yəni,
şaşaram türklərdə, yəni məəttəl qalaram. Bax bizim dildə belə. Kükrəmiş sel kimiyəm, bəndimi çeynər aşaram, sel kimiyəmdir. Burada bir təşbih var. Yırtaram dağları, ənginlərə sığmam, daşaram. Qərbin afaqını sarmışsa polad, zirehli divar. Mənim iman dolu köksüm kimi sərhəddim var. Ulusun, qorxma, necə böylə bir imanı boğar, mədəniyyət dediyin tək dişi qalmış canavar. Arkadaş, bax müraciət var. Müraciət hansı əsərlərdə var? Qafqaz müsəlmanlarına xitabda da var o. Müraciət. Arkadaş, yurduma alçaqları uğratma saqın. Sipər et sinəni dursun bu həyasızca axın. Doğacaqdır sənə vəd etdiyi günlər haqqın. Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın. Bastığın yerləri torpaq deyərək keçmə, tanı. Düşün altında ki minlərcə kəfənsiz yatanı şəhidi nəzərdə tutur. Sən şəhid oğlusan deyir. İncitmə, yazıqdır atanı. Vermə dünyaları alsan da bu cənnət vatanı. Vətəni cənnət adlandırır və dünyaları deyir versələr də bu cənnət vətəni vermə. Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? Sual verir. Şuhada, fışqıracaq torpağı sıxsan şuhada. Canı cananı, bütün varımı alsın da xuda. Yəni Allah Taala etməsin tək vətənimdən məni dünyada cüda. Yəni ayrı eləməsin deyir məni. Hər şeyimi alsın deyir. Amma məni vətənimdən dünyada cüda etməsin. Ruhumu səndən ilahi. Bax xitab var. Budur ancaq diləyi. Dəyməsin məbədimin köksünə naməhrəm əli. Bu azanlar ki şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. O zaman vəzd ilə min səcdə edər varsa daşım. Hər cərihamdan ilahi quruyub qanlı yaşım. Bax ilahi fikir verin 8-də də var, 9-da da ilahiyə müraciət var. 8-ci bənddə də var, 9-da da var. 2 ilə 10-da ey nazlı hilal var, haqqa tapan var. 7 ilə 8-də ilahiyə müraciət var. Fışqırır ruh-u mücərrət kimi yerdən nəşim, o zaman yüksələrək ərşə dəyər bəlkə başım. Hamısı 4-4 gəldi, 4-4. Sondakı isə 5-dir artıq. Baxın, 5-likdir. Dalğalan sən də şəfəqlər kimi, ey nazlı hilal. Bayrağa müraciət. Olsun artıq tökülən qanlarımın hamısı halal. Əbədiyyən sənə yox, xalqıma yox, bil ki zaval. Haqqıdır, hür yaşamış bayrağımın hürriyyət. Haqqıdır, haqqa tapan millətimin istiqlal. Bax, haqqıdır, haqqa tapan millətimin istiqlal sonda da oldu. Bir də hansında oldu? Bax, 2-də də oldu. Aha, əsər bildiyimiz kimi, yəni qeyd etdiyimiz kimi himindir və çox gözəl şəkildə yazılıb. Həqiqətən də azadlıq ideyalarını, bir insanın vətənə məhəbbətini çox gözəl şəkildə əks etdirir. Çox mənalı sözləri var. Yəni vətəni çox yüksək qiymətləndirir. Bax, bizdə də vətənimizi çox gözəl tərənnüm edən, xalqımızın azadlığına aid şeirləri gözəl şəkildə tərənnüm edən şairlərimiz var. Və Məhəmməd Akif Ərsoy da, yəni Türk ədəbiyyatında belə şəxslərdən biridir. Məsələn, burada qərbin afaqı var, qərbin afaqı. Burada afaq üfüqlər, səmanın sonsuz görünən hüdudları mənasındadır. Məsələn, qərbin afaqı deyəndə, əslində qərb nə qədər güclü silahlarla və ordulara malik olsa da Türk xalqının imanını, cəsarətini və azadlıq əzmini məğlub edə bilməz. Bax, qərbin afaqı belə məcazi mənada. Yəni, qərb dünyası onun gücü və təsiri anlamını daşıyır. Hər birinizə uğurlar arzulayıram və necə deyərlər, Məhəmməd Akif Ərsoy dediyi kimi mən əzəldən bəri hür yaşadım, hür yaşarım, yəni azad yaşamışam və bundan sonra da istər Türk xalqı, istər Azərbaycan xalqına azad, müstəqil yaşamağı arzu edirik.